Şirkətimiz ötən ilin yanvarında Naxçıvan TV üçün 3 studiyanın dizayn tərtibatı istehsalı təklifini alıb və onu hazırlayaraq noyabrda təhvil verib. Lakin bugünə qədər televiziya tərəfindən bizə ödənməli olan 130.543 manat 40 qəpik pul hələ də verilməyib. Bu şikayətlə Qafqazinfoya Depo Production MMC-nin əməkdaşı dizayner Emil Mirzəyev müraciət edib. Bildirilib ki, elan olunan tenderi başqa şirkət qazansa da, İşlərin icrası məhz onların üzərinə düşüb. İlkin razılaşmalar və görüşmələr də Depo Production ilə aparılıb. Layihə müddətində televiziya rəhbərliyində baş verən dəyişikliklər səbəbindən studiya dizaynlarında və dekorasiyalarında bir neçə dəfə düzəlişlər edilib. Bu dəyişikliklər əlavə ödəniş olmadan bütün xərclər şirkət tərəfindən qarşılanaraq həyata keçirilib. Dizayner Emil Mirzəyev iddia edir ki, sonradan dəyişdirilmiş şərtlər sifarişçi tərəfindən qəbul edilmir. Onun sözlərinə görə məsələ ilə bağlı edilən müraciətlər zamanı etməzdiniz kimi cavab verilir. Halbuki müqavilə şərtlərinə əsasən zərurət yarandıqda layihədə dəyişikliklərin edilməsi mümkün idi. Məsələ ilə bağlı Naxçıvan televiziyasının sədr müavini İlhamə Novruzova ilə əlaqə saxladıq. O səsləndirilən iddialara belə cavab verdi. Naxçıvan Muxtar Respublikası televiziya və radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə Depo Production Məhdud Məsuliyyəti Cəmiyyəti arasında son 2 il ərzində heç bir müqavilə bağlanmayıb. Odur ki, Depo Production ilə hər hansı hüquqi öhdəlik və ya müqavilə əsasında əməkdaşlıq mövcud deyil.